Vaşinqtonda ABŞ və İran arasında diplomatik prosesin növbəti mərhələsi ilə bağlı gözləntilər davam edir. Amerika mediasında yayılan son məlumatlara görə tərəflər arasında danışıqlar dayandırılmayıbdır. Sadəcə prosesdə qısa fasilə yaranıbdır. Vaşinqton diplomatik prosesin yenidən davam etdirəcəyini gözləyir. Hazırda ABŞ administrasiyasında əsas yanaşma ondan ibarətdir ki, növbəti mərhələ əvvəlkindən fərqli olacaqdır. Əgər indiyədək əsas məqsəd hərbi gərginliyin qarşısını almaq idisə, indi diqqət əldə olunmuş razılaşmaların icrasına yönəlibdir. Söhbət ilk növbədə Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsindən, bölgədə sabitliyin qorunmasından və tərəflər arasında razılaşdırılmış texniki addımların həyata keçirilməsindən gedir. Amerika mediasındakı təhlillərdə də vurgulanır ki, Vaşinqton geniş siyasi razılaşmaya keçməzdən əvvəl məhz bu texniki məsələlər üzrə nəticə əldə etmək istəyir. Administrasiyanın hesablamasına görə bu mərhələ uğurla başa çatarsa, İranın nüvə proqramı üzrə danışıqlar yenidən əsas gündəliyə çıxarıla bilər. Hələlik növbəti yüksək səviyyəli ABŞ-İran görüşünün vaxtı rəsmi şəkildə açıqlamayıbdır. Bununla belə Vaşinqtondan verilən siyasi mesajlar göstərir ki, Ağ Ev diplomatik kanalları açıq saxlamaqda maraqlıdır və yaxın vaxtlarda danışıqların növbəti mərhələsinə keçid üçün hazırlıqlar davam edir.